İlk olaraq bu tədbirin keçirilməsi üçün Mədəniyyət İşçiləri Həmkarlar İttifaqına öz təşəkkürümü bildirirəm. Çünki bugünkü tədbirdən mənim yadımda çox şey qaldı və ümid edirəm ki, gələcəkdə də bunu tətbiq edəcəm. Bugün bu iştirakçısı olduğum təlimdə Coşqun Kərimovun mənə hədiyyə etdiyi, sual verib hədiyyə etdiyi kitabdır. Hamının arzuladığı his. Bu kitabı burada ən yadda qalan o oldu ki, bu kitab mənə hədiyyə olundu da verilən sualın nəticəsində cavablandırdığım. Təlimin təşkilatçılığına görə çox təşəkkür edirəm. Bəli, istəyərdim ki, mənimlə eyni anda bütün həmkarlarım bu cür motivasiya yönündə təlimlərdə iştirak etsinlər.